Herkese salamlar. Bugün sizlərlə riyaziyyatdan 7-ci sinif riyaziyyat dərslikdən sayfa 176-da əvvəlki video çarxımızda qalan sualların izahını verəcəm. Gəlin 4-cü esində qalmışdıq. Başlayaq. Tənlikləri deməli sadələşdirib əvəz etmə üsulundan həll edirik. C-də isə gəlin sadələşdirək. Mənfi 2-ni A-ya vuranda mənfi 2A, mənfi 2A-nı mənfi B-yə vuranda müsbət B, müsbət 2B, üstəgəl 16 bərabərdir 3B üstü 21. Mən buradan sadələşdirirəm. Mənfi burada 2A idi da. Mənfi 2A, bu 3B ilə gələn 2B-nin yanına gələndə mənfi olur. Çıxılsın B bərabərdir 21, müsbət isə mənfi olur 5. Yəni birinci tənliyimiz budur. Ama bu tənliyimiz budur. İkinci tənliyimizdə 6A yazırıq. 6A çıxılsın A plus 5 bərabərdir mənfi 8 çıx B mənfi müsbət olur nə? Mənfi çıx 1. Bunu da gəlib sadələşdirsək 5A burada mənfi B gələndə bura müsbət 5A plus B bərabərdir mənfi 8 çıx 1 mənfi 9 və burada müsbət 5 sağa keçəndə mənfi 5 olur. Mənfi 9 da mənfi 5 mənfi 9 çıx 5 bərabərdir mənfi 14-ə. İkinci tənliyimiz də budur. Ay. Bitirdik. İkinci tənliyimizi yazıram burada. İndi bunları mən burada B-ni əvəz eləyərəm. Buradan B-ni əvəz eləyeyim. Ondan nə olur məndə? B bərabərdir. Deməli 5A plus 14 yazaq yəni. 5A plus 14. Yazıram mənfi B-nin yerində. Mənfi 2A çıxılsın 5. Mənfi müsbət olur mənfi 14. Bərabərdir 5-ə. Hemen ne yazıram mən? Mənfi 2A silim artıq. Mənfi 2A minus 19 5-ə bərabərdir. Mənfi 2A 24-də. A da mənfi 12-yə bərabərdir. A mənfi 12-yə bərabərsə gətirib istədiyimiz yerini yaza bilərik. Yəni elə burada yazaq. Mənfi 12 çıxsa olur mənfi 60 üstə gəl B mənfi 14-ə bərabərdir. Onda burada B də olur neçə? 14 ise 74 olur. Yəni 60-ın 74-də tənliyimiz bu cür alınır. D variantına keçid alırıq. Yəni həll edirəm burada. 5y plus 8x çıx 24y bərabərdir 7x çıx 12-yə. Tənliyimizi açıram. 8x yəni 7x də yəni dedik yazam x. Burada neçəydi? 12. X çıx 19y bərabərdir. Deməli 5y bu bərabərdir mənfi 12. Bu bizim bir tənliyimiz. Bu bizim bir tənliyimizdir. İkinci tənliyimizi həll edirəm. Deməli burada necə olacaq? 9x BCDK. Burada yazıram mən 9x. Üstə gəl 3x çıx 24y. 24y bərabərdir 11y plus 46'ya. Yəni bir tərəfi 12 kız.
Mənfi 24y bu da gəlir 11y mənfi olur. Mənfi 35y bərabərdir 46-ya. Bunu da tapdım. Yəni aha. Mən buradan tənliklərimi tapdım. Biri də budur. Gətirib qoyuram. Mən buradan x-i tapmalıyam. X-i taparam. Nə taparam? X bərabərdir. Mənfi 12 plus 19y. Gətirib 12x'in yanında yazıram. 12 vurulsun mənfi 12 plus 19y bərabərdir. Çox 35y bərabərdir. İndi mən bunu necə həll edəcəm? İxtisarların hamısı gedəndən sonra cavabında qalır 114y belə olur. Bircə dəqiqə. Deməli 114y çıxılsın. Aha, 114y çıxılsın. Yəni bunlar bir-birinə vururam və məndə tənliyimizin adı x7, y də 1 alınır. Gətirib həqiqətən də yerinə qoysaq, baxın, burada 7, 1'ə bu qoysaq, bura 5 olur. Buradan 1-dən çıxıram 21'i, mənfi 20, o da mənfi 160. 5 ilə mənfi çıx 160, 135. X-i də gətirib 49'a bərabərdir və tənliyimizin yəni belə adı alınır. Yəni neysə başa düşməsəz yaza bilərsiniz şərh bölməsində. İndi gəlirəm növbəti 5-ci tapşırığa. Tənlikləri sadələşdiririk. Təbii ki də tənasüb şəklində. Bunu biraz azaldım. Aha. Bunu bilirik ki, məxrəci 1-dir. Niyə belə olur? Bir dəqiqə. Aha, 1-dir. Deməli, mən burada nə edərəm? Deməli, 5 qız çox y 6-ya bərabərdir. Burada da, deməli, yəni burada yazar. X minus 10y bölünsün 2 bərabərdir. Mənfi 1. Deməli, burada mənfi 2-də 3. Aha, bu mənfi sürətə aiddir. 2 qız plus 20y bərabərdir mənfi 6'ya. Hər tərəfini 2'yə bölsək qız plus 10y bərabərdir 2'yə bölsək mənfi 3'ə. Mən biraz bunu azaldım. Çox büyük. Belə bir şey alınır məndə. Gətirib deməli y-i burada əvəz edəsən 5 qız. Yox. 6 çıx 5 qız. 6 çıx 5 qız. Gətirib burada yerinə qoysam. X minus plus 10 vurulsun. 6 çıx 5 qız. 6 çıx 5 qız. Bərabərdir mənfi 3'ə. Deyək ki, uşaqlar. Mənfi 3. X üstə 60 çıx 50 qız bərabərdir mənfi 3'ə. Mənfi 49 qız plus 60 bərabərdir mənfi 3'ə. Deməli, burada da uşaqlar, burada mən 10y bir kə vuranda elə bir 10y yazmışam. Elə bu həll edirik burada. Becərikə bunu. Elə açmırıq bunu. Baxın bu misal. Mən nə edirəm mən burada? Deməli, mən y-imi tapdım. Y bərabərdir neçəyə? 6 çıxıq 5 qıza. Belə də yaza bilərik. 5 qız çıx 6'ya. Yazıq belə. Çünki belə olmalıdır. Aha. Gətirib yazıram yerindən. Yəni 2 qız plus 20y mənfi 6'ya bərabərdir. Gətirib bunu yazıram y-də. Deməli 2 qız rəngi dəyişim. Deməli 2 qız plus 20 vurulsun. 5 qız çıx 6 bərabərdir mənfi 6'ya. Deməli 2 qız plus 100 qız minus 120 bərabərdir mənfi 6'ya. 102 qız çıxılsın 120
bərabərdir mənfi 6-ya. Sonra burada gəlin hər tərəfini 2-yə bölək. 2-yə yoxsa 6-ya? 6-ya bölək gəlin. 17 kız 20 bərabərdir mənfi 1-ə. 17 kız bərabərdir neçəyə? 19-a. X da 19-un 17-yə nisbəti. X da bərabərdir 19 17-yə nisbəti. Bu da 1,17-dir 2 hanı. Mən buradan x-imi tapdım. Mən y-imi necə əvəz eləmişdim? 5 kız çıx 6. Yəni y mənim bərabərdir 5 vur 19'da 17 5 kız çıx 6-ya. O da bərabərdir 7-də 19'u 5'ə vuranda 95 eləyir. Çıxılsın. Bu məxrəcini 7 götürsək, bura 42 olur. 7-də 42. Bu da 7-də 53. O da 7 tam yazaq da 7 tam 7-də 49 6. Yəni birimizdə 1,17-də 2, birində də 7,7-də 6. Hamını belə eləyək. Yox, görsəməyəcək. Aha, indi keçirik. Bunu sileyim artıq. B-yə baxırıq. B-də də həll eləyərək. B-də necə həll eləyirik? Gəlin ona baxaq. Yəni məxrəcini götürürük. Yəni 2A plus B bərabərdir 8. Burada da 6B üstə 2A bərabərdir 28-ə. Mən buradan B-ni taparam. B-nin bərabərdir 8 çıxılsın 2A-ya. Gətirib burada yerinə qoysam, hər tərəfini 2-yə bölün birinci. 3B plus A 14-ə bərabərdir. Yəni mənə artıq bu lazım deyil. Yazıram yerinə. 3 vurulsun 8 çıxılsın 2A plus A bərabərdir 14'ə. 24 çıx 6A plus A 14'ə bərabərdir. 24 çıxılsın 5A bərabərdir 14'ə. 5A 10'a bərabərdir. A da 2'yə bərabərdir. A 2'yə bərabərsə gətirib burada yerinə qoysam 2 vur 2 4, 8'dən də 4 çıxanda 4. B 4, A da 2. İndi növbəti misalımıza keçirik. Burada 10'da 14 deməkdir. Yəni bunu yazıram 10'da 14 şəkildə. Yazıram indi mən nə yazıram? 50M plus 20N 60'a bərabər. Yox, 70'ə. Bir aha, mən bunu bura qoyayım. 50 70'ə. Buradan mən hər tərəfi ona bölərəm. 5M üstə 2'nin 7'yə bərabərdir. Mən artıq bu isə mənə lazım deyil. Gətirəm bunu yazıram burada. Oy. 5M 2'nin 7'yə bərabərdir. Bunu yazıram burada. Aha, qoyuram bura. İkincisinə baxıram. İkincisində yəni belə alıram. Bura keçəndə 1 müsbət olur. Yəni 3M plus N böl 4 1'ə bərabərdir. Yəni yazıram 3M plus N 4'ə bərabərdir. Mən buradan 4'ü əvəz eləyirəm. 4 yox, N əvəz eləyirəm. N bərabərdir 4 çıx 3M. Sonra isə gətirib burada yerinə qoyuram. 5M plus 2 vurulsun. N'im nə idi? 4 çıxılsın 3M. Vurulsun. 4 çıxılsın 3M.
bərabərdir 5m plus 8 bərabərdir neçəyə? Deməli 7-yə. 5m plus 8 çıx 6m 7-yə bərabərdir. Mənfi m plus 8 7 mənfi m mənfi 1-ə. Mənfilər getdi m də 1-ə bərabərdir. M 1-ə bərabərdirsə, mən gətiririm, bura yazıram. N də 1-ə bərabərdir. Yəni 1 m 1. Bu da bizim 5-ci tapşırığımızın sonu. Keçirik 6-cı tapşırığımıza. Sistemdə verilən tənlikləri kəsirdən azad edirik. Kəsirdən azad edilmək üçün ilk öncə məxrəcdəki olan ədədlərin əkobuna vurmalıyıq. Əkobu necə? Məsələn, bunu 6-ya vururam. Burada ixtisar qalır 1 və kəsirdən azad olunur. Başa düşdünüz necə? İngəl bunu kəsirdən azad eləyək. Hər tərəfindən 6-ya vursaq, ancaq bu tərəfini mən danışacağım. Deməli, nə alınır burada? 2x çıx 3y. 6-ya da vuranda bunu da 6-ya vururuq. Mənfi 24. Bunu da 6-ya vuraq gəlin. 2x plus 3y plus 3y 12-yə bərabərdir. Mənfi 12. Uşaqlar, baxın, bunu biz əvəz etmə üsuluyla da həll edə bilərik. Amma biz keçmişdik ki, yəni bilmirsinizsə, yeni qayda olaraq biləsiniz. 2 əgər eyni ədədin cəmi ilə fərqinin cavabı, yəni cəmi verilib, fərqi verilibsə, cəminin də cəmi verilibsə, bu zaman mən nədən əvəz etmə üsulundan da istifadə etmək olur, amma o uzun olacaq. Deməli, mən nədən istifadə edəcəm? Deməli, əgər bir böyük ədədi tapmaq istəyiriksə, toplayıb 2-yə bölürük bunları. Fərqini kiçik ədədi tapmaq istəyiriksə, çıxıb 2-yə bölürük. Necə? Başa salacağım. Məsələn, burada ayrıca misaldan kənar. X ilə y-in verib 6, x minus y-də 2 verir. Eyni ədədlərin həm cəmi verib, həm fərqi. Onu mən toplama üsulunda elə bilərəm. Amma toplama üsulunda elə toplama üsulundadır. Y-lər gedir və x-lər tapırıq. Amma burada toplayıram 6 ilə 2-ni, eləyir 8. 2-yə bölürəm 4. Mənə ədədlərim 4-dür. Və o birisi ədədə tapmaq istəyir. Yəni fikirləşirsiniz ki, 4-ün üstünə gələndə 6 ilə 2. Amma onu da tapmaq istəyirsinizsə 6-dan bu dəfə 2 çıxırıq, 2-yə bölürük, bu da 2. Bu da elə o üsullardandır. Yəni bu tənlik. Deməli, neyinirik burada? Bu zaman dəqiqə. İstəyirsiniz, gəlin əvəz etmə üsulunu eləyək. Burada əvəz etmə üsulundan eləsək, kəsirlə alınır. Mənfi 24 üstə mənfi 12, mənfi 36, 2-yə böləndə mənfi 10. Aha, gəlin elə mən dediyim üsulunu eləyək. Mənfi 24 plus mənfi 12, mənfi 36-dır. 2-yə də bölürəm bunu, mənfi 18 eləyir. Deməli, 2x mənfi 18-dir, x də mənfi 9-dur. Onda mən x-ini tapdım, mənfi 9. İndi o birisini tapıram. Mənfi 24 çıx 12. Yəni 12 eləyir, onu da 2-yə böləndə 6. Deməli, 3y-im 6-ya bərabərdir, y-im də 2-yə bərabərdir. Yəni, mənim ədədlərim mənfi 9-dan 2-dir. B-yə baxırıq. B-də nə deyir? Burada da elə məxrəcini azad edirik. 6-ya vururuq hər tərəfini. A plus, plus yox. Minus, deməli 6-ya vuranda 12B 36-ya bərabərdir. Burada da mən 2-yə vururam, mənfi 6 plus B 2-yə vuranda mənfi 74. Burada mən A-nı tapıram. A-nın bərabərdir 36 üstü 12B. Gətirib burada yerinə qoysam, mənfi 6 vurulsun 36 plus 12B. İşte gəl B mənfi 74-ə bərabərdir. Mənfi 216 çıxılsın 72B plus B mənfi 74-ə bərabərdir. Mənfi 216 çıxılsın 71B.
mənfi 74'e bərabərdir. Deməli, buradan da alınıram. Nə alınım? Mənfi 216 plus 74 bərabərdir 71B'ye. Bu da 2, 4, 142, mənfi 142, 71B'ye. B'de mənfi 2'dir. Düzdür, B'de mən burada B'ni əvəz eləmişdim mi, yoxsa A'nı əvəz eləmişdim? Aha, A'nı əvəz eləmişdim. B'mi tapdım 2. Gətirib yerinə qoysam, A'm da demək B'ni mənfi 2 tapdım. A'm da 12 olur. Yəni A bərabərdir 12, B bərabərdir mənfi 2. İndi isə C'yə baxırıq. C'də də birincini 20'yə vuraram. Hər tərəfini. Deməli, 5'in minus 4'im 120'yə bərabərdir. Buradan da elə, heç nə. Buradan da 30, 45, 60'a vuraram hər tərəfini. Əkoblarını tapıram da, yəni. 4'im plus 5'in, yəni 5'in ilə gəl 4'in yerini dəyişdik. Bəlkə üstündən həll edək. 5'in plus 4'im bərabərdir 0'a. 120 ilə bəlkə üstündən həll eləsək, 120 üstə 0 bölü 2, 60. 5'in 60 ise n de 12'dir. 120 çıx 0 bərabərdir 122'yə böləndə 60. Mənfi 4'üm 60'a bərabərdirsə, m də mənfi 15'ə bərabərdir. Bu qədər sadə. Bunu toplama üsulunda da keçəcəksiniz. Yəni burada mənfi 4'ümlə müsbət 4'üm gedir. 10 n'dir. 120'ni 10'a bölürsən 12. Yəni bunu indi növbəti dərslərdə izah verəcəm. N bərabərdir 12, n bərabərdir mənfi 15. Deməli, buranı da silək. Keçirik D variantına. Burada hər tərəfini 12'yə vuraram. 15 kız çox 8y 36'ya bərabərdir. Buradan da 36'ya vuraram hər tərəfini. 6 kız plus 28y neçəyə vurdum mən? 108'ə bərabərdir. Belə mi onda? 6 kız 28y burası ne işarəsi? 28y bərabərdir 3'ə. Plus 28y bərabərdir 108'ə. 15 kız üstə 8y olacaq. Burada işte dəyişdi. Gedirik kəsrə. Asan forması var mı? 60. Aha. Neyse, gəlin burada İkincinin 6x əvəz eləyək. 6x bərabərdir 108 çıx 28y. X də bərabərdir 108 çıx 28y bölü 6'ya. Mənə elə bu lazım idi. Mən də bu bir yerə gətirim qoyum. Mənə bu lazımdır. Qalanlarını siləm. Mən bunu silim. X'imi tapdım. Gətirib 15'in yanına qoysam bunu. Nə olar? Gəlin elə baxaq da. 15 vurulsun. Neyse. 6 108 çıx 28y çıx 8y 36'ya bərabərdir. Bu hissəyə baxmıram. Mən birinci bunu həll edək. Bir dəqiqə. Onu bu renkler seviyoruz. Buradan. Deməli, yazıram. 6'da 15'i 108'e vurmalıyım. Burada üsul var. İxtisara aparam. Burada 2 kalır. Burada da 5 kalır. Yine de biraz asanlaştı da, değil mi uşaqlar? 5'i 108'e vurmalıyım indi. 108'i 5'e vururam da 540 eləyir. 540 çıxılsın 130y. Bəli. Düzdür. Çıx 8y 36'ya bərabərdir.
Yaşıl hissələri buradan sileyim. Yer qalsın. Aha. Mən neyiniyim indi burada? 2. Hər tərəfini 2-yə vursam nə olar? 2'lər xısar gedər, qalar 540 çox 130 y çox 16 y bərabərdir 72. Hər tərəfini sadələşdirdik sonra 540 y 540 çıxılsın. X-im var idi axı mənim burada. Bu X-lar hər ikisi əvəz elədim də. Mənfi 9 y bərabərdir 72. 29 y bərabərdir 8 6 468'e. Bundan gedər mi ixtisara? Nəsə uzun alındı. X də bərabərdir 468'i 29'a böləndə 468 bölü 29. 1 burada 29 178 desən uzun alınır. Neyse baxaq fikirləşək. 2 3 4. Burada X-imi tapdım. Neçənci tapşırıq idi? 6'nın deyil. Aha. Burada elə mən tapdım da ilk 4 ilə 3'dür. Yəni bunları mən gələk hər tərəfini 2'yə bölərdim sonra həll edərdim. Yəni mən 4 ilə 3'dür. Yerinə də qoysaz özünüz tapacaqsınız. Yəni bu çox uzundur. Yəni yerim də qalmadı. Əgər izah yenə istəsəniz yaza bilərsiniz şərh bölməsində. Gəlirik bura. Aha, burada 10'a vuraram hər tərəfini. 6K çox 20T bərabərdir 50'yə. 3K 2'yə bölürəm hər tərəfini. T bərabərdir 25. Mən indi bu hissəni sildim. Qatıram, bunu qoyuram bura. Yox, bir dəqiqə. Buradan da əvəz eləsə 2'yə vururam. 2K 2K çox 3T 2'yə vururam 15. Əla. 2K 3K 10T 3T. Bunu mən toplama üsulundan çox qəşəng həll edərəm. Dərsimizin adı nə olduğuna görə, əvəz etmə olduğuna görə mən təəssüf ki, əvəz eləyəcəm. Aha. Məkan da bərabər olur onda. 15 üstə 3T bölü 2'yə. Gətirib birinci də yerinə qoysam. Gəlin onu toplama üsulundan eləyək. Toplama üsulunu başa düşməyəsəniz. Çünki bu uzun alınır da. Mən 3K'dan 2K çıxıram, qalır K. Mənfi 10T'dən 3T çıxıram, 7T. Bərabərdir 10'a. K-nı əvəz eləyirəm artıq buradan. Əvəz etmə üsulu alındı mı? 7T. Demək, gəlirəm burada qoyuram. 3 vur 10. Üstə 7T. Çox 10T 25'ə bərabərdir. 25 ilə həll elədik. Biz 15 ilə. Ay. Düz elədik. 25. Deməli, mən buradan rəngimi dəyişirəm. Vaxtım gedir. Deməli, 30T 30 üstə gəl 21T 21T çox 10T 25'ə bərabərdir. Deməli, nə alınır? 11T bərabərdir 5'ə. T də bərabər olur 5 ilə mənfi 1'ə. Yəni 5 ilə mənfi 1'dir mənim cavabım. Deməli, bunu təmizləyim. F variantını da deməli həll edək. F-də nə deyir bizə? Burada hər tərəfini gəlin 15'ə vuraq. Bir dəqiqə. 15'ə vursaq. Burada 1 18C işte D 2 tam oldu 3 15'ə vurarım. Qırx altı tam oldu 5. Burada
Burada da hər tərəfini 30-a vurum da. 30'u 3C çıx 20'de. 12 bir tam 30'a vuranda 0 0 6 360 36. 36'ya buradan D'ni əvəz eləyelim. D bərabərdir 18C çıx 46/5. Gətirib yerinə yazsam 3C çıx 20 vurulsun 18C 46/5 bərabərdir. Deməli 3C çıx 360C 93 930 bərabərdir neçəyə? 36'ya. Buradan da artıq deməli taparam ki, ədədlərimin biri 2'dir, bir də -1/5'dir. Bu da 6-cı sualımızın 7-ci sualımız yoxsa 6-cı sualımızın cavabı. İndi növbəti izahlarda 7-dən 8-də tamamlayacağım. Bugünlük bu qədər. Hələlik.